Allah Teala buyurur ki, ey iman gətirənlər, Yahudi və xaçpərəstləri özünüzə dost tutmayın, onlar bir-birinin dostudur. Deməli, insan öz dininə əmin olmalıdır. Elmi olmalıdır, imanı olmalıdır, əziməti qüvvətli olmalıdır, dinində sabit olmasına mütməyin olmalıdır ki, mən burada yaşadığım vaxtı mən sabit olaraq qalacam və bütün azğınlıqlardan uzaq olmalıdır və onların içində yaşasa belə, kafirlərin içində yaşasa belə, qəlbində onlara kin, kudurət, nifrət bəsləməlidir. Onlarla yoldaşlıqdan, onlarla dostluqdan uzaq olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən əhəbbə qavmən fəhvə minhum. Kim bir qavmi sevərsə, o da onlardandır. Və ennəl mər'ə mə'ə mən əhəb. Və kişi sevdiyi ilə bərabərdir. Kişi sevdiyi ilə bərabərdir. Hədisi Buxari rəvayət edir. Yəni Allahın düşmənlərini sevmək müsəlmanın dininə ən təhlükəli olan bir şeydir. Çünki onları sevmək, onlara müvafiq olmağı, onlara tabi olmağı tələb edir, gərəkdirir. Gətirib ona çıxardır. Ən azından sən onların üzərində olduğu batillərə rədd eləmirsən, münkərləri inkar eləmirsən. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən əhəbbə qavmən fəhvə minhum. Kim bir qövmü sevərsə, o da onlardandır.